Sən ümumiyyətlə dünya üzərində dənizlərin bir-birinə qarışmama məsələsini heç eşitmisən? O suların bir-birinə qarışmaq məsələsi. Hı. Eşitmişəm, amma o qədər də çox belə detallı məlumatım yoxdur. Onda belə deyim, ümumiyyətlə tam qarışmırlar, yox, qarışırlar əslində. Amma aralarında bir sədd var, sanki böyük bir hissəsinin qarışmasının qabağını alır. Bu mövzunun Quranla birbaşa elə bir əlaqəsi var ki, birinci dəfə işləyəndə deyirdim ki, doğrudan bu qədər ola bilər yəni. Ümumiyyətlə mövzuya girəsi olsam, dəniz araşdırmalarında tanınan biri var. Kapitan Jack Cousteau'dadır. Lord ilə desəm, bu adam bəzi dəniz tədqiqatçılarından belə bir iddia eşidir ki, elə dənizlər var ki, onların qovuşduğu yerlər bir-birinə qarışırmış kimi görsənsə də əslində aralarında bir sədd var. Tam qarışmırlar. Həmin bu görünməzsə dənizlərin bir-birinə o tam qarışmasının bir növ qarşısını alır. Bunu araşdırandan sonra da nəticədə görürlər ki, məsələn, Aralıq dənizinin özünə xas duzluluğu və içində özünə xas canlılar var. Ondan sonra Aralıq dənizi ilə kəsişən Atlantik okeanını da tədqiq edəndən sonra görürlər ki, onun da eyni özünə xas duzluluğu və içində özünə xas canlılar var. Halbuki bu iki su hövzəsi Cəbəli Tariq boğazında birləşirlər. Amma belə ümumiyyətlə tam qarışmırlar. Aralarında elə bir dənə görmədiyimiz bir divar var, bir dənə bariyeri var. Elə həmin bu səddin adına da Haloklen bariyeri deyilir. Ondan sonra eyni buna bənzəyən hadisənin kəşfi 1960-cı ildə Ədən körfəzi ilə Qızıl dənizin birləşdiyi yerdə də yaşanır. Demək olar heç biri tam olaraq bir-birinə qarışmır. Gün keçdikcə də bununla bağlı daha çox kəşflər olunur. Əgər bir ikisinin ümumiyyətlə sayəsi olsam, nə bilim, bəzi dənizlərin altında axan amma qarışmayan şəlalərindən tut, başqa dənizlərin altında dənizlə iç-içə olub, amma arada bir sədd var imiş kimi ayrı olan göllər və s. Ümumiyyətlə indi demək istədiyim bilsən nədir? Bax, bu dənizlərin bir-birinə qarışmaması məsələsi ilə bağlı tapılan məlumatlar son 1-2 əsrdə, yəni 1800-1900-cü illərdə kəşf olunan məlumatlardır. Bizim hələ üstündən heç 100 il keçməmiş bu kəşfimiz 1400 il qabaq yazılmış Quranda Rəhman surəsinin 19-20-ci ayəsində o bir-birinə qovuşmaq üzrə iki dənizə buraxmışdır. Amma aralarında bir əngəl, bir sədd var. Bir-birinə qarışmazlar deyə qüsursuz şəkildə bizə bildirilir. Hələ sənin daha maraqlı tərəfini deyim. Dünya üzərində aralarında sədd olan, duzluluq fərqi olan bu qədər kəskin dənizlər arasında ən kəskin fərq görsənən yer Baltik dənizindən Şimal dənizinin kəsişdiyi yer. Bu bayaq dənizlər haqqında danışdığımız ayə hansıları idi dedik? Rəhman surəsi 19-20. Hə, 55-ci surə Rəhman surəsinin 19-20-ci ayələri. Telefon üstündədir. Bir dənə xəritəni aç. Xəritədə bax gör 55-19-dan 55-20 olan konum ümumiyyətlə hara düşür? Hə, yəni bax, bunun ümumiyyətlə təsadüf olma ehtimalı nə qədərdir? Hər ayədə bu qədər təsadüf ola bilər. Bax, belə deyim, tək bir dənə bu ayəni 1400 il qabaq yaza bilmək üçün gərək bütün dünyadakı dənizləri tanıyasan və ya nə bilim, ən azından duzluluğu ölçən, ya da dənizlərdəki o fərqliliyi ortaya çıxarda bilən müasir texnoloji alətlərin olsun. Hələ ki, qala ayədəki rəqəmlərlə dənizlər arasındakı duzluluq fərqliliyinin ən aydın görünən yerinə işarə edəsən. Qısaca baxan kimi anlamaq olur ki, bu ayələr bütün dənizlərin sahibi olan Allahın vəhy etməsi ilə yazılır.